Şübhəsiz, biz bunu çoxdan demişik. Əslində, Fransanın Cənubi Qafqaz bölgəsinə hər hansı bir müdaxiləsi üçün siz dediyiniz kimi bir alət lazımdır. Və bu alət rolunda 30 il ərzində ATƏT-in Minsk qrupu çıxış edib. Və hazırda ATƏT-in Minsk qrupunun hadisələrdən kənarda saxlanılması, məhz Azərbaycan tərəfindən hadisələrdən kənar bölgədə gedən, ərazidə gedən hadisələrdən kənarlaşdırılması işte Fransanı qane etmir. Ona görə də Fransa Ermənistanla açıq-aşkar şəkildə bir tərəfli qaydada daha sıx əməkdaşlıq etməyə başlayıb və bu əməkdaşlıq da şübhəsiz ki, açıq şəkildə birbaşa Azərbaycana qarşıdır. Və ona görə də Azərbaycan dövləti hər bir addımda Fransanın anti-Azərbaycan hərəkətlərini ifşa edir və onu tənqid edir. Ermənistanda əgər baxsaq bu müharibədən keçən 4-5 il ərzində bunun anlaşılmasında müəyyən qədər progres var, deyərdim. Amma buna baxmayaraq Ermənistan siyasi mühitində hələ də mövcud olan revanşist qüvvələr də var. Və ona görə həmin revanşist qüvvələr təhsil Ermənistan daxilində deyil. Eyni zamanda Ermənistandan kənarda, başqa ölkələrdə yaşayan diasporanın tanınmış üzvləri, müəyyən hadisələrə təsir etmək imkanı olan üzvləri də var ki, onlar da revanşist əhval-ruhiyyədədirlər və Fransa da bunlarla birləşərək Ermənistana təsir etməyə hər zaman çalışır. ATƏT-in Minsk qrupu ləğv olunanda nə baş verir? Deyək ki, Rusiya istənilən halda bölgə ilə təmasları daha çoxdur və hətta infrastruktur cəhətindən çox bağlıdır. Məsələn, Ermənistanda energetika sistemi, yollar sistemi, dəmir yolları, iri iqtisadi obyektlər hamısı Rusiyanın mülkiyyətindədir və Azərbaycanla strateji tərəfdaşlıq mühitindədir və ona görə də Rusiyanın bu və ya digər şəkildə təsiri var və olacaqdır. Amma Fransa bölgədən çox uzaqdadır və əgər ATƏT-in Minsk qrupu ləğv olursa, Fransanın artıq bölgəyə təsir etmək imkanı sıfıra inmiş olur. Ona görə də Emmanuel Macron çalışır ki, hər vəclə öz təsir gücünü saxlaya bilsin. Ermənistan hakimiyyətində elə hesab edirəm ki, son zamanlar bunu qismən anlamağa başlayırlar. Çünki onlar da başa düşdülər ki, Fransa tərəfindən istər hədiyyə olaraq verilmiş, istər pulla verilmiş hansısa zirehli maşınlar nə müharibənin qarşısını ala bilər, nə məğlubiyyətin qarşısını ala bilər. Ona görə də onlar da tədricən başa düşürlər ki, kənar müdaxilələr heç də Ermənistanın xeyrinə deyil. Burada Ermənistan daxilində sabitliyin təmin olunmasında, ümumiyyətlə Ermənistan dövlətçiliyinin yaranmasında, bərqərar olunmasında yeganə imkan Ermənistanın qonşu dövlətləri ilə bir mənalı şəkildə əməkdaşlıq ruhuna köklənməsindədir. Bundan başqa alternativ bir yol yoxdur. Və bunu biz dəfələrlə Ermənistan rəhbərliyinə bütün çıxışlarda çatdırırıq. Cənab Prezident bütün beynəlxalq auditoriya müraciətlərində, çıxışlarında bunu izah edir və biz Ermənistan mətbuatını müşahidə edərək görürük ki, Ermənistanın müəyyən dairələrində artıq bunun anlaşılması, dərk olunması baş verir. Deməli, Fransa səfirinin Azərbaycanla şərti sərhədə gəlməsi də ən çox danışılan mövzulardan biridir. Bunu necə əlaqələndirək, daha doğrusu nə ilə əlaqələndirək? Çünki bu səfirin birinci dəfə deyil, mütəmadi olaraq Azərbaycanla sərhəddə gəlib nəyəsə tamaşa etməsi, müşahidə etməsi artıq adi hala çevrilib demək olar. Bəli, biz xatırlamalıyıq ki, ümumiyyətlə bizim şərti sərhəddə Avropa İttifaqının müşahidə missiyasının peyda olması ideyası özü Fransaya məxsus idi. Və məhz dörd tərəfli görüş zamanı Fransanın təşəbbüsü ilə belə bir təklif irəli sürülmüşdü və Ermənistan heç nə düşünmədən də bunu qəbul etmişdi. O zaman ki, Azərbaycan prezidenti buna etirazını bildirdi və qəbul etmədi. Və ona görə də indi biz bayaq dediyimiz sözlərin davamı olaraq bunu deyirəm ki, məhz Fransa hər hansı bir şəkildə Cənubi Qafqaz bölgəsində iştirak eləməkdə maraqlıdır. Əgər ATƏT-in Minsk qrupunun fəaliyyətini Azərbaycan dondurubsa və artıq ATƏT-in Minsk qrupu heç bir əməli fəaliyyət göstərə bilmirsə, o zaman ikinci variant kimi, ikinci bir çıxış yolu kimi bu müşahidə missiyasını uydurub özündən Macron və bunu da təəssüf ki, Ermənistan qəbul edib və buna görə də Fransa səfirinin tez-tez ora baş çəkməsi, ola bilər ki, hansısa təlimatlar verməsi və yaxud hansısa informasiyalar alması müşahidə missiyasından bu təbiidir, bu Fransanın maraqlarına uyğun olan məsələdir.